Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'dehu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz müsəlmanlar, bugün sizinlə birlikdə imanın şərtlərindən olan mələklərə iman mövzusunu keçəcəyik. Bilirsiniz ki, imanın 6 şərti var. Bunlar Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, öldükdən sonra dirilməyə və xeyri və şərri ilə qədərə iman etməkdir. Yəni, qəza və qədərə, xeyrinə və şərrinə iman etməkdir. Bu 6 şərtdən Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, öldükdən sonra dirilməyə və qəza və qədərə iman etmək. Bunlardan mələklərə imanı götürəcəyik. Deməli, mələklər qeyb aləmidir. Allah onları nurdan yaratmış və özünə itaət edib boyun əyən varlıqlar etmişdir. Hər birinin Allahın özlərinə verdiyi xüsusi vəzifələri vardır ki, bəzilərinin vəzifələrini bilirik. Birinci, Cəbrail. Vəhy ilə vəzifələndirilmiş mələkdir. Allahdan aldığı vəhyi peyğəmbərlərə endirir. İkincisi, İsrafil. Qiyamət günü sura üfürməklə vəzifələndirilmişdir. Eyni zamanda ərşi daşıyan mələklərdən biridir. Üçüncü, Mikail. Yağışı yağdırmaqla və bitkilərlə vəzifəlidir. Bunların üçü də içində həyat olan şeylərlə vəzifəlidirlər. Cəbrail içində qəlblərə həyat olan vəhy ilə vəzifəlidir. Mikail içində yer üzünə həyat olan yağış və nəbatla vəzifəlidir. İsrafil isə suru üfürür ki, onun da içində qiyamət günü cəsədlər üçün həyat vardır. Bu səbəblə Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazındakı istiftah duasında Allahın onların Rəbbi olması ilə təvəssül edər və belə deyərdi. Cəbrail və Mikailin Rəbbi, İsrafilin Rəbbi, göylərin və yerin Rəbbi, gizli və aşkarı bilən Rəbbim, sən ixtilaf etdikləri mövzularda qullarının arasında hökm edirsən. İxtilaf edilən haqda izninlə mənə hidayət ver. Şübhəsiz ki, sən doğru yola hidayət edirsən. Bu dua gecə namazında onun Allahın mələklərin Rəbbi olduğuna təvəssül edərək dediyi duadır. Yenə biz bilirik ki, Adəm oğullarının və ya ruh sahibi bütün varlıqların ruhlarını almaqla vəzifəli mələklər vardır. Bunlar ölüm mələyi və yardımcılarıdır. Bu mələk Əzrail deyə isimləndirilə bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi ve səlləmdən ölüm mələyinin belə bir ismi, adı rəvayət edilməmişdir. Allah Taala belə buyurmuşdur. Sonunda sizdən birinizə ölüm gəldiyi vaxt elçilərimiz heç əksiklik etmədən onun canını alırlar. Ənam surəsi 61-ci ayə. De ki, sizə təyin edilmiş olan ölüm mələyi canınızı alacaq. Səcdə surəsi 11-ci ayə. Yəni Allah Taala belə buyurmuşdur. Allah o canları öldükləri zaman ölməyənləri də yatdıqlarında alır. Zümər surəsi 43-cü ayə. Daha sonra biz mələk adının lüğəvi mənasına baxacağıq. Deməli belə əl-mələikə mələk
in soğuludur. Mələk in əsli mələkdir. Çünki bu kəlmə əl-ulukədən gəlir. Ulukə lüğətdə risalət deməkdir. Allah Teala belə buyurmuşdur. Göyləri və yeri yaradan, mələkləri ikişər, üçər, dördər, qanadlı elçilər edən Allah həmd olsun. Fatir surəsi 1-ci ayə. Bəyaları bildirdiyimiz bu üç ayət arasında hər hansı bir təzad yoxdur. Çünki mələklər ruhu alırlar. Ölüm mələyi ruhu bədəndən çıxardığı zaman onun yanında başqa mələklər də vardır. Əgər insan cənnət əhlindəndirsə, o mələklərin yanında cənnətdən bir qoxu və bir kəfən vardır. Həmən təmiz ruhu alırlar, bu kəfənin içinə qoyarlar və onu Allaha yüksəldirlər. Nəhayət Allahın hüzurunda dururlar. Allah qulumun yazısını illiyunda yazın və onu qəbrinə təkrar götürün buyurur. Ruh Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir deyə imtihan edilmək üçün cəsədə iadə edilər, qaytarlar. Əgər insan Allah qorusun, mömin deyilsə, yanlarında cəhənnəmdən bir kəfən və bir qoxu olduğu halda mələklər enərlər. Yəni, cəhənnəmin qoxusu ilə və cəhənnəmdən bir kəfən ilə o mələklər enir insan mömin olmayanda. Ruhunu alırlar və onu bir kəfənin içinə qoyurlar. Sonra onu səmaya yüksəldirlər. Göy qapıları onun önündə bağlanır və yer üzünə atılır. Allah Teala belə buyurmuşdur. Doğrusu Allaha ortaq qoşanın halı göydən sürətlə yerə düşərkən yırtıcı quşlar tərəfindən qapışılan yaxud rüzgarların, küləklərin dərin bir uçuruma itələyib atdığı kimsənin halı kimidir. Yəni, quşlar tərəfindən dağıdılan, yaxud küləklərin dərin bir uçuruma sürüyüb atdığı kimsənin halı kimidir. Hac surəsi 31-ci ayə. Sonra Allah Teala belə buyurur. Bu qulumun yazısını da siccinə yazın. Uca Allahdan buna görə afiyət istəyirik. Deməli, bu hədis siccinə yazın. İmam Əhməddən, Əbu Davuddan gəlib. İmam Əhmədin 4278, Əbu Davud 4753. Bu vəzifəli mələklər ölüm mələyi ruhu qəbz etdiyi zaman onu ondan alırlar. Ölüm mələyi ruhu doğrudan alan mələkdir. O halda burada bir zidlik yoxdur. Bunu əmr edən Allahdır. Həqiqətdə vəfat etdirən Allahdır. Onların içində yer üzündə səyahət edən mələklər də vardır. Bunlar zikir xalqaları axtarırlar. Bu mələklər zikir xalqaları axtarırlar. Bir elm və zikir məclisi tapdıqları zaman orada otururlar. Ayrıca insanların əməllərini yazan mələklər də vardır. Üzərinizdə gözətləyicilər var. Onlar hörmətli yazıcılardır. Nə etdiyinizi bilirlər. İnfitar 10-12. İnsan heç bir söz deməz ki, yanında görən yazmaya hazır bir mələk bulunmasın. Qaf surəsi 18-ci ayə. Subhanallah, yəni nə söz danışırsansa mələklər onu yazır. İmam Əhməd xəstə ikən dostlarından biri yanına girdi. Onu xəstəlikdən dolayı inləyər vəziyyətdə tapdı. Yəni xəstəlikdən dolayı ağrıdan inildiyir. Dostu da bunu bu vəziyyətdə görür. Dostu dedi ki, ya Əbu Abdullah, sən inləyirsən. Fəqət Tavus dedi ki, şübhəsiz ki, mələk
xəstənin inləməsini belə yazar. Çünki Allah Teala mə yəlfizu min qavlin illə lədeyhi raqibun ətid. İnsan heç bir söz söyləməz ki, yanında gözətləyən, yazmağa hazır bir mələk bulunmasın. Qaf surəsi 18-ci ayə buyurmuşdur. Bunun üzərinə İmam Əhməd inildəməyi buraxıb səbr etməyə başladı. Min qavlindəki min genəlləməyi pekişdirmək üçün gətirilmiş zaid bir mindir. Yəni hər nə deyirsən de yazılır. Yəni burada lüğəvi, qrammatik bir məsələ var ki, bu nə deyirsənsə de yazılmasının dəlilidir. Deyilən sözə görə xeyir ya da şərlə qarşılıq verilir. Yəni ağzından çıxartdığın sözə görə xeyir ya da şərlə qarşılıq verilir sənə. Yenə mələklərin arasında insanları gecə-gündüz təqib edən mələklər vardır. Onları davamlı olaraq önlərindən və arxalarından Allahın əmri ilə dənətləyib, izləyib, yoxlayıb, təqib edən vəzifəli mələk izləyicilər vardır. Rad surəsi 11-ci ayə. Onların içində göy üzündə rükû və səcdə edən mələklər vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur. Göy üzü qıcırdadı və qıcırdamaqda da haqlı idi. Subhanallah. Yəni, burada göy üzünün qıcırdamağı necə ki bir stolun üstünə ağır bir şey qoyarsan, stol ağırlığa görə qıcırdamağa başlayar. Ha? Ondan söhbət edir. Hədisdə keçən kəlmə səmərin qızırtısı mənasına gəlir. Mən indi bayaqları stol məsələ çəkdim. Burada başqa bir məsələ var. Dəvəyə ağır bir yük yükləndiyi zaman yükün ağırlığından dolayı səmərin qızırtısı eşidilir. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurmuşdur. Göy üzü qızırdadı və qızırdamaqda da haqlı idi. Çünki göy üzündə 4 barmaqlıq bir yer yoxdur ki, orada rükû edən və ya səcdə edən bir mələk olmasın. Subhanallah. Göy üzünün genişliyinə rəğmən bu mələklər oradadırlar. Yəni 4 barmaqlıq yer yoxdur. Təsəvvür edirsiniz, bu boyda səma. Biz hələ bu səmanın çox balaca bir hissəsini görürük. Yəni planetlərin olduğu ərazilər, sonra qalaktikalar hamısında Allaha səcdə edən mələklər və 4 barmaqlıq yer yoxdur. Buna görə göy üzü qıcırdayır, cırıldayır, ağırlığa tab gətirə bilmir. Bu səbəblə Rasulullah sallallahu əleyhi və səlləm Mirac gecəsi uğradığı Beytül Ma'mur haqqında belə dedi. Beyti Ma'muru hər gün 70.000 mələk təvaf edir və ora girir, sonra oraya bir daha geri qayıtmır. Yəni ora hər gün bir öncəki, bir əvvəlki gün gəlməyən 70.000 mələk gəlir. Yəni bir gün 70.000 mələk gəlir, təvaf edirlər, çıxırlar. Və bir də o təvaf edib çıxan qayıtmır ora. Yeni 70.000 mələk gəlir. Oranı təvaf edir. Onlar ora bir daha heç qayıtmırlar. Daha əvvəl gəlməyən başqa mələklər gəlir. Bu mələklərin çoxluğuna dəlalət edir. Yəni mələklərin nə qədər çox olduğuna bu dəlalət edir. Allah Teala belə buyurur. Doğrusu Rəbbinin ordularını ancaq özü bilir. Müddəssir surəsi 31-ci ayə. Cənnətdə və cəhənnəmdə də vəzifəli mələklər də vardır. Cəhənnəmin vəzifəlisi adı Malikdir. Cəhənnəmdə yəni olan mələk Malikdir. Cəhənnəm xalqı ona belə səslənirlər. Ey Malik, Rəbbin bizi öldürsün, de qurtulaq. Zuhruf surəsi 77-ci ayə. Onlar
Onlar səbr edə bilməyəcəkləri bir əzabın içində olduqlarından Allahın özlərini öldürməsi üçün dua edərlər. O da onlara deyər ki, xeyr, siz həmişə elə qalacaqsınız. Zuhruf surəsi 77-ci ayə. Sonra onlara belə deyilər. Çünki biz sizə haqqı gətirmişdik. Fəqət siz ondan diksinirdiniz. Zuhruf surəsi 78-ci ayə. Vacib olan bizim onlara iman etməyimizin vacib fərz olmasıdır. Mələklərə necə iman edərik? Sual. Biz onların müşahidə edilə bilməyən, görülməyən, ancaq bəzən müşahidə edilə bilən bir qeyb aləmi olduğuna iman edirik. Onların qeybi varlıqlar olmaları əsildir. Nurdan yaradılmışlardır. Allahın özlərini yükümlü qıldığı ibadətləri edərlər. Allaha əksiksiz itaət edərlər. Onlar Allaha qarşı gəlməzlər. Özlərinə əmr edilən şeyləri edərlər. Tahrim 6. Onlara bizə öyrədilən isimləri və vəzifələri ilə birlikdə iman edirik. Yəni mələklərə. Zaten bu şəkildə də iman etməmiz gərəkdir, lazımdır. Sadəcə ruhdan ibarətdir deyənlərin əksinə onların vücudları da vardır. Bunun dəlili Allahın bu ayəsidir. Göyləri və yeri yaradan, mələkləri 2-şər, 3-ər, 4-ər, qanadlı elçilər edən Allah həmd olsun. Fatir surəsi 1-ci ayə. Ayrıca Peyğəmbər sallallahu aleyhi ve sellem Cəbraili yaradılmış olduğu şəkildə 600 qanadı ilə üfüqü bağlanmış şəkildə görmüşdür. Onların ağlı var mıdır deyən bir kimsəyə, sual verən bir kimsəyə, sənin ağlın varmı deyə soruşarıq. Yəni belə bir sual ancaq Məcnun soruşar. Çünki Allah Teala belə buyurmaqdadır. Onlar Allaha qarşı gəlməzlər. Özlərinə əmr edilən şeyləri edərlər. Tahrim 6. Əqli olmayan varlıqları Allah Teala heç bir zaman tərifləməz. Heç belə tərifləyə bilərmi? Tərif ilə yad eləyə bilərmi? Onlar gecə gündüz aralıqsız Allahı ucaldıb təsbih edərlər. Ənbiya 20. Ənbiya surəsi 20-ci ayə. Bunların ağıllarının olmadığını deyə bilərikmi? Bunların ağıllarının olmadığını deyə bilərik. Bunlar Allahın əmrini yerinə gətirəcəklər. Allahın əmr etdiyi şeyləri edəcəklər, vəhyə təbliğ edəcəklər və biz də bunların ağıllarının olmadığını mı deyəcəyik? Təbii ki də yox. Ağılsızlıqla vəsfləndirilməyi ən çox haqq edən kişi mələklərin ağıllarının olmadığını deyən kişidir. Yəni gördüyünüz kimi mələklərin ağlı var. Çünki Allah onlara bu qədər vəzifələr veriblər. Bunların ağlı olmasa bunu edə bilməzlər. Bu vəzifələri yerinə yetirə bilməzlər. Və Allah da ağlı olmayan bir varlığı təriflə yad etməz. Və biz nə olursa olsun mələkləri olduğu kimi mələklərin varlığına iman gətirməliyik. Və belə. Allahdan istəyirəm ki, eşidən və dinləyənlər üçün faydalı olsun. Subhanəkəllahumə və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.